Mən səhər elə bir saat azanda elə bil mən burada oluram. Azan veriləndə azanın səsinə mən süpürürəm. Vətəndaşlar da baxırdı, indi bəziləri görsən bir ana kimi yaxınlaşırlar. Bizə deyirlər yorulmayasınız, Allah işinizə qüvvət versin. Bəziləri düz keçirlər. Xoş söz deyən də var, yanımızdan düz belə üzünü ona çörüb gedən də var. Dünyadan istəyirəm ki, evlatlarım xoşbəxt olsun. Allah mənə möhlət versin. Evlatlarımı bir yer-bir eləyim də yəni. Şəhərdə gəzəndə uzaqdan gördük Sevinç xanımı. Üzündəki sevgi sanki bizi onunla danışmağa vadar etdi. Elə xəbəri olmadan yaxınlaşıb gül təqdim etdi. O an gülü almadan əlindəki əlcəyini çıxartdı, mehribanlıq və səmimiyyətlə təşəkkürünü bildirdi. Sonra Sevinç xanımla danışıb onunla kiçik bir müsahibə etmək qərarına gəldik. Söhbətimizin ilk dəqiqələrində aydın oldu ki, bugün bu mehriban xanım üçün 2 qat bayramdır. Hər gün səhərin erkən saatlarında küçələrə çıxıb işə başlamaq necə bir hissdir? Mən çox gözəl bilirəm. Yəni təmizlik işi, bu sənəti mən sevirəm. Peşənizin nə kimi çətinlikləri var? Bir çətinliyimiz olmur, ancaq bir dənə bu insanlar siqaretləri atırlar yerə. Bəzi şeylər bilirsən tullayırlar da, qablar var, qablar qoyulub, qablara atmırlar, yerə atırlar. O bizə çətinlikdir. Bu işdə hər gün çətinliklərlə qarşılaşırsınız. Bəs sizi güclü saxlayan nədir? Bizi gücümüz işləmək, sonra təmiz hava, insanları görmək, xoş söz demək. Xoş söz deyən də var, yanımızdan belə üzünü ona çörüb gedən də var. Sizə ən yadda qalan 8 Mart hədiyyəsi və sürprizi nə olub? Birinci dəfə sizdən görmüşəm. Sizin 8 Martınızı bugünə qədər qeyd etməyiblər? Eləyiblər, müəllimimiz verib, bizim müdürümüz verib, sonra ailəm verib, evlatlarım verib. Neçə yaşınız var? Mən bugünkü gündə 52 yaşa getirəm. Bugün mənim ad günümdə. İndiyə kimi heç kimin fərqinə varmadığı, maraqlı bir hadisə ilə qarşılaşmısınızmı? Qarşılaşmışam, gəlib görmüşəm, yatıblar. Çağırmaq istəmişəm, çağırmamaq istəmişəm. Niyə? Yəni, elə insanlara baxıram, nə bilim, adam nə deyə bilərəm onlara. Əgər bir mesaj vermək imkanınız olsaydı, insanlara şəhərin təmizliyi və qadın əməyi barədə nə söyləyərdiniz? Mən bir ana kimi tövsiyəm budur ki, təmizlik işinə riayət eləsinlər. Bizə heç olmasa bizi kimi işçilərə bir qiymət versinlər. Sizə görüb bu da bir qəhrəmanlıqdır deyən olubmu? Deyən olub. Elə gün olub ki, maşın saxlayıb əllərimizdən öpüblər. Əlimizdən öpən də olub. Bu necə bir hiss bağışlayıb? Mən düzü çox kədərlənmişəm. Deyib, ana, sizin qarşınızda baş əyirik. Bizə o söz də deyən olub. Siz təmizlik işi görəndə gözünüzün qarşısında yerə zibil atan olub? Olub, atan olub, sonra elə bir qayıdıb görüb biz görürük. Ondan sonra qayıdıb götürüb. Məsələn, maşınla gedir, görsən siqaretin karabkasını atır yerə. Biz əyilib götürəndə deyir, xanım, bağışlayın, qaytarın, verin bizə. Biz ona vermirik, atırıq zibil qabıya. Arzunuz nədir? Arzum budur ki, məsələn, yollar təmiz olsun, küçələr səliqalı olsun. Məsələn, əllərində bir şey olanda qablara atsınlar da yerə atmasınlar. Biz də onların elə bir anası. 8 Mart deyəndə ağlınıza nə gəlir? Zəhmətkeş qadınların bayramı, əziyyət çəkən qadınların bayramı. Buradan zəhmətkeş xanımlara nə demək istəyirsiniz? Onlara birinci can sağlığı həyatda, əsas can sağlığı. Can sağlığı olan yerdə hər şey həyatda ola bilər. İkincisi də ki, heç vaxtı çəkinməsinlər heç nədən. Səhər neçədə işinizin başında olursunuz? Mən səhər elə bir saat azanda elə bil mən burada oluram. Azan veriləndə azanın səsinə mən süpürürəm. Gün ərzində neçə saat işləyirsiniz? 8 saat işləyirik qanuna duranda. Elə bil biz istəmirik ki, tör-töküntü olsun da yerdə. Pasiyan səliqə sahmana baxırıq ki, təmizlik olsun. Gəlib gedən görsün ki, hər şey səliqalı, təmizdir. Onlar da bizə qiymət versinlər. Vətəndaşlardan heç diqqət görürsünüz? Vətəndaşlar da baxırdı, indi bəziləri görsən bir ana kimi yaxınlaşırlar. Bizə deyirlər yorulmayasınız, Allah işinizə qüvvət versin. Bəziləri
düz keçirlər. O düz keçənlərə nə demək istəyirsiniz? Deyirəm Allahın ürəyinizə rəhm olsun, bizə heç olmasa biz salam verin. Siz insanlardan salam gözləyirsiniz? Bəli, gözləyirəm. Sizə yaxınlaşıb yorulmayasınız deyəndə Çox sevinirəm. Elə biləm o evladımdır, o sözü mənə dedi, getdi. biz də sizə deyirik. Yorulmayasınız Sevinç xanım. Bir daha təbrik edirik sizləri. Çox şad oldum ki, bu gün mənim elə bil necə ad günüm məni təbrik elədiniz. Həm 8 mart günüdür, həm də ad günüm üst-üstə düşdü.